Salam, hər vaxtınız xeyir olsun, gözəl göçək xanımlar. Deməli, bu videom xanımlar üçün çəkirəm. Elə bir məclis yoxdur ki, xanımlar məndən yaxınlaşıb soruşmasınlar ki, Kəmalə xanım, bu taxtıqlarınız bujiteriyadır, yoxsa ərəb qızıllarıdır. Bu, nə ərəb qızılları deyil, nə də Ərəbistandan gəlmir. Bu taxtıqların Bujistar mağazasının bujiteriyalarıdır. Artıq 2 ilə yaxındır ki, xanımlar. Mən Bujistarın bujiteriyalarından taxıram, gümüşlərini taxıram, eynəklərini taxıram. Baxın, görürsünüz, çox möhtəşəm halqalardır. Çox qəşəngdir, xanımlar. Buyurun, siz də belə gözəl yeniliklərdən əldə edin. Yeni kolleksiyalardandır, xanımlar, yeni gəliblər. Qaralmır, qızarmır, bozarmır, çox möhtəşəmdirlər. Suda da damlığı var. Falan görürsünüz, belə bir sırğalardır. Bunun tayı hardadır? Buralarda olacaq, harda olsa. Çox möhtəşəmdir, xanımlar. Deməli, mağazamızdır. Buralarda olacaq, harda olsa. Çox möhtəşəmdir, xanımlar. Deməli, mağazamız Haqlar Dostluğu Laçın Ticarət Mərkəzində yerləşir. Çox möhtəşəmdirlər, xanımlar. Orada dəstlər də var, komplektlər də var. Hətta bu boyun bağını mən trendə salmışam. Məndən sonra hər kəs aldı, taxdı, taxışdırdı. Halal xoşlar olsun. Mən baxıl deyiləm. Mən hardan alıram, neyinirəm, bölüşürəm. Elə qızlar var, bölüşmür. Xainlığına olmaz, qızlar. Bölüşün, aldığınız mağaza haradır, nədir, deyin. Görsün, mən bölüşürəm. Xainlığın bir adı yoxdur, çox möhtəşəmdir. Bujistar mağazasına dərin təşəkkürümü bildirəm. Part 2 gəlir, eynəkləri göstərəcəm sizə. İzləmədə qalın. Part 2 gəldi. Xanımlar, eynəklərə keçirib Bujistar mağazasına aiddir. Xanımlar, yeni eynəklər gəlib. Artıq bilirsiniz ki, yaya doğru gedirik. Fərq etmir. Yay, qış, hər zaman biz eynək taxırıq. Şəxsən mən hər zaman eynəklərdən istifadə edirəm. Çox möhtəşəmdir. Bujistar mağazasının eynəklərində heç yerdə yoxdur. Olmazın olmazı var. Heç yerdə tapa bilmədiyiniz eynəkləri, bujiteriyaları Bujistar mağazasından tapa biləcəksiniz. Buna mən əminliklə deyirəm. Görürsünüz, qara, qırağı, qızılı çox möhtəşəmdir. Xanımlar, bilirsiniz ki, biz qara və qırağı, qızılı şeyləri çox sevirik. Ən çox da mən Əqrəb bürcü olduğuma görə qızılı aksesuarları çox sevirəm, xanımlar. Eynəklərin gözəlliklə baxın. Çox möhtəşəmdir, xanım. Bu açkiyə baxın. Açki deyəndə eynək, mən biraz rus dilliyəm, xanımlar, bilirsiniz. Çox möhtəşəm eynəklərdir. Deməli, aksesuarlarım və eynəklərim yenidir. Haqlar Dostluğu Laçın